takipçiləri, bugün sizlərə belə bir sertifikasiya sualının izahlarını bölüşəcəm. Hansı ki 18 iyun 2025-ci ildə keçirilmiş sertifikasiya suallarındandır. İkisi də ehtimal nəzəriyyəsi aid sualdır. Birinci sualda deyir ki, 3 qara kürə var, 3 sarı kürə var və 2 qara kürə var. Siz bu kürələrdən geri qaytarmamaq şərti nə deməkdir? Artıq bu hadisələrin aslı hadisə olduğunu göstərir. Və çıxarılan 2 dənə kürə var. Deyir ki, birinci kürə qara olsun, ikinci sarı. Bəli, aslı hadisədir. Qara çıxma ehtimalı nədir? Kürələrin 5-də 2-dir. Bəs yaxşı, indi birini çıxartdınız axı, kürənin artıq ikincisi olsun deyir sarı. 4 dənədən 3-üdür. İxtisar aparacaqsınız, bu da qalacaq 10-da 3. Bu belə. Keçək növbəti suala baxaq. Növbəti sualda deyir, 2 oyun zərə atılır. Halların ən çox 10. Biz ən çox 10 olmasını necə başa düşürük? 2 də ola bilər, 3 də ola bilər, 4 də ola bilər. Görün, nə qədər mümkün hal var. Amma mən əgər 2 kürə atanda 11-12 düşmə ehtimalını hesaplayarsam daha qısa olar. Zərdə 11 düşmə ehtimalı nədir? 5-5, 5-6, 6-5, 6-6. Və bu 3 haldır. 36-da 3. İxtisar da gedir 12-də 1. İndi əks hadisəsini tapsam 1 çıxılsın 12-də 1. Bu da eləyəcək 12-də 11. Təkrar eləyirəm. Əks hadisə hesablayırıq. P əks hadisəsi zərdə 11 və 12 çıxma hallarıdır. 12-də 1 olduğundan 1-dən əks hadisəni çıxarsam kitabın bizdən istədiyi ondan çox olmaması hadisəsini alırıq.